ədəbiyyat və psixoanalizdən danışacağıq. Psixoanalizin memarı Sigmund Freud yaratdığı təlimi təkcə ruhi xəstəliklərin müalicəsi üçün bir yol kimi görmürdü. Onu həm də sənətin, fəlsəfənin, mifologiyanın, dinin suallarına cavab verən bir istiqamət kimi formalaşdırmağa çalışırdı. Psixoanalitik təcrübənin özündə elmdən daha çox ədəbiyyata, yaradıcılığa oxşar bir proses var. Freud 1907-ci ildə yazdığı məşhur Yaradıcı Yazıçılar və Gündüz Yuxuları adlı məşhur məqaləsində şairlərlə oyun oynayan uşaqlar arasında əlaqələr qurub. Freud məqaləsində təxminən belə suallar qoyur. Yazıçılar bu qədər hekayə yazırlar. Bəs bunun mənbəyi hardadır? İstifadə etdikləri qaynaq nədir? Onlar varlığından xəbərimiz olmayan duyğuların canlı təəssüratlarını yaratmaq üçün hansı metodlardan faydalanırlar? Freud iddia edir ki, özünə məxsus bir dünya quran ya da dünyanı öz xoşuna gələcək şəkildə yenidən tərtib edən uşaqlar oyun oynayarkən yaradıcı yazıçılar kimi davranırlar. Ancaq uşaq böyüyür və oyun dünyasından aralı düşür. Zaman keçdikcə özü də heyrətlənir ki, vaxtilə oyunlardan necə də zövq alıb. Amma Freud deyir ki, insan təbiəti heç nəyi atmır. Sadəcə bir şey başqa şeyin yerinə keçir. O, artıq oyun oynamasa da xəyal qurmağa davam edir. Freud gecə görülən yuxularla gündüz görülən yuxuları bir-birindən ayırır və gündüz görülənləri yaradıcı yazının metaforası kimi istifadə edir. Psixoanalizdə bədii əsəri analiz etmək bir yuxunu yozmağa bənzəyir. Freudin yuxularla bağlı işlətdiyi iki asar anlayış ədəbiyyat üçün də keçərlidir. Kondensasiya və əvəzləmə. Freud deyir ki, bir şeiri, romanı oxuyanda görürük, müəllif kondensasiya edir. Yəni, təhtəlşuurundakı bir xeyli düşüncə, xatirə və ya fantaziya bir obrazda cəmlənir. Əvəzləmə isə hər hansı vacib bir duyğunun, düşüncənin əhəmiyyətsiz görünən başqa bir obyektə və yaxud şəxsə köçürülməsidir. Ədəbiyyatdakı metonimiya kimi bədii ifadə vasitələri psixoanalitik nəzəriyyədə əvəzləməyə uyğundur, ona nümunədir. Çağdaş psixoanalitik tənqidçilərdən olan Norman Hollandın fikrincə, tənqidçinin məqsədi mətnin səthindəki bu mexanizmləri ötüb keçərək müəllifin mərkəzi fantaziyasını tapmaq olmalıdır. Psixoanaliz araşdırmalarında daha çox Kafkanın əsərlərinə istinad olunsa da, biz Thomas Wolf'a bu pəncərədən baxacağıq. Yaradıcılığının əvvəlində hədsiz dərəcədə narsist, ancaq öz şöhrətini düşünən və nevrotik olan Wolf yazdıqca bir növ özünü terapiya eləyib, yazmaqla özünü sağaldıb. Freudin dediyi kimi yazıçılar nevrotik tiplərdir. Ancaq onlar sıravi nevrotikdən fərqli olaraq bu nevrotik enerjini yaradıcılığa yönəldərək özlərini tapa bilirlər. Wolf romanlarında öz həyatının ən məhrəmlərini senzurasız şəkildə yazaraq özü-özünə psixoanalitik seans tətbiq eləyib sanki. Ümumiləşdirsək, psixoanaliz bizə deyir ki, bədii əsər təkcə sözlərdən, cümlələrdən ibarət bir şey deyil. Hər misranın, hər cümlənin altında həm yazıçının, həm də bütün bəşəriyyətin kollektiv təhtəlşuur mirası gizlənib. Yazmaq, içimizdəki narahat, ipə sapa yatmaz əkizimizlə dil tapmaq.